Mən bir dənə yer tapmışam qızlar. Burada yəni o qədər fərqli, həm fərqlidir, həm də bazıvı geyimlərdir. Hansını ki siz gündəlik həyatınıza belə meç edə bilərsiniz. Bir geyim gedir belə asimetrik yubkalardan ötürü və üstündəki də belə bir tişörtdür. Bunun müxtəlif rəngləri var. İstədiyiniz rənglərdən istifadə edə bilərsiniz və bu necə gözəl bir rəng çalarlarıdır. Bu kostyum sanki elə bil ki mənim belə üzərimə tikilib. Bir dənə baxın. Vроде бы açıqdır qızlar bu hissələr, amma heç də açıq görsənmir. Yəni narahat etmir, belə vulqar qalmır. Çox belə şey görsənmir. Çox bəyəndim bunu. Təbii ki, bunu başqa bir ayaqqabılarla. Necə bir cindir və bu necə bir köynəkdir. Mən bunu burada sabitləmişəm ki, belə tərz qalsın. Məsəl üçün mən bunu belə geyinərdim hər hansı bir tədbirə bu outfit olaraq. Amma siz bunu, bu köynək əslində çox uzundur. İstədiyiniz kimi aşağı da düşür, yuxarı da qalxır. İstədiyiniz yerə belə sabitləyib. Bir dənə buna baxın. Hər dəfə yeni bir obraz götürəndə deyirəm, yox, bu ən yaxşısı budur. Bir dənə baxın qızlar şalvara və köynəyə. Bu biraz belə Chinese style, Çin tərzi gedir qızlar. Köynək indi çox dəbdədir. Müxtəlif brendlərdə kolablarını görə bilərsiniz. Çin tərzi indi dəhşətli dərəcədə dəbdədir. Bu rubaşkasıdır. Amma ayrı-ayrıdır. Rubaşka ayrıdır. Bir də bunu biz dedik ki, belə klassik bir şalvarla kombin edək. Bayaqki şalvarı qızlar belə bir rubaşka ilə kombin elədim. Bir dənə buna baxın. Bunu yubka ilə də elə geyinə bilərsiniz, şalvarla da geyinə bilərsiniz. İçinə mən bir tərəfini belə saldım. Amma bax bunu belə açanda da gözəl görsənir. Bir dənə baxın. Belə. Və bunu belə açanda belə salaş tipli bir şey olur. Cinlə falan çox gözəl olar.